Müdafiə Nazirliyinin bu dəqiqələrə yaydığı son məlumatı təqdim edirik. Mövqelərimiz çəmbərə istiqamətindən atəşə tutulub. Bildirilib ki, mayın 10-u, yəni bu gün saat 09:55-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri Çəmbərək rayonu istiqamətində yerləşən mövqelərindən ordumuzun mövqələrini atıcı silahlardan atəşə tutub. Bundan başqa, Ermənistan Müdafiə Nazirliyi güya Azərbaycan ordusunun bölmələri tərəfindən Xanazaq yaşayış məntəqəsi istiqamətindən atəş açılması və yaşayış evinin zədələnməsi barədə tamamilə yalan və dezinformasiya məqsədi daşıyan məlumat yaymaqla beynəlxalq ictimaiyyətdə yanlış rəy formalaşdırmağa və növbəti təxribatlarına zəmin yaratmağa cəhd edir. Bildiririk ki, Azərbaycan ordusunun bölmələri heç vaxt mülki əhaliyə və obyektlərə atəş açmır. Bölmələrimiz tərəfindən yalnız qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb deyə Müdafiə Nazirliyinin məlumatında deyilir. Asan xəbərin xüsusi buraxılışını İlqar Mehmanoğlu təqdim etdi.